Her şey məhzərzə Mirza Hüseyn, Hacı Mirza Hüseyn Avaiz Təbrizin məşahirindən Təbrizdə yaşayıb. Mən deyirəm, bunlar hamısı, bu şəxsiyyətlər hamısı məktəb Təbrizdən çıxırlar. Təbriz məktəb sahibidir. Təbriz məktəblər şəhridir. Bu məktəblər şəhrinin müxtəlif karşərtləri var. Biri bu Recal idi ki, Təbrizdən çıxırlar. Siz elə Abbas Mirzədən tutun, Mirzə Həsən Rüşdiyyədən tutun, gəlin ta məşrutiyyətdə müxtəlif çehrələr və şəxsiyyətlər. Bunlar hamısı görsədir ki, Təbriz bir pərvəriş verən bir mühiti var. Təbriz qeyniyir həmişə. Təbriz o xaliqdir, afərinəndədir. Onun rişəsi qurumaz. Yəni, bunda bir böyük ruh var. Bizim inqilab-ı məşrutiyyətdə bərxilaf olar ki, ustadım da buyurdular, deyirlər, qazan astılar, neynədilər, filan elədilər, İngilisin dəstboxtuydu, filan idi. Bərxilafı bunlar bizim məxsusən Azərbaycanda, məxsusən şəhri Təbrizdə məşrutiyyətimiz bir ayrı bir rüy kərdinən qabağa gedir. Bir dənə hasili xirədi cəmidir. Azərbaycanda olan məşrutiyyət hasili xirədi cəmidir. Bunu dostlar ilə Əhməd Kəsrəvinin də kitabını oxusalar, ya ilə Usta Fərzanənin də kitabını oxusalar görərlər. Bu kar-ı quruhudur. Harda? Əncümən Azərbaycanda, Əncümən Milliyə Təbrizdə. Əlan ilə yadigarı bazarda bir dənə balaca bir küçə qalır, Əncümən küçəsi. Ora yadigarı bir yerdir, bu öhtərin parlamanı şəhri əvvəlin nəhadı mədənidir Cami-i İranı ki, oradan Tehran dayanandan sonra, topa bağlanandan sonra oradan neyniblər? Məmləkəti oradan idarə ediblər. Əncüməni Azərbaycan, Əncüməni Milliyə Təbrizlə. Mirza Hüseyn Vaiz, Şeyx Səlim, Səttarxan və hətta biz tutaq geçsin, məsələn, Hacı Mehdi Quzəkunanı, bunlar hamısı zir-məcmui bu nəhadı mərdumi və mədənidirlər ki, işləyirlər. Bəs bizim məşrutiyyətimizin busu var və ona görə mən ərz edirəm ki, bu Təbrizdə olan hətta məşrutiyyəti, inqilab-ı məşrutiyyəti bir dənə karkərtayı həman Məktəb-i Təbrizdir. Məktəb-i Təbriz deyəndə bizim iqtisadi qolumuz da var. Xub, təbiidir. O gün Otağı Bazərqanda bir söhbət vardı. Deyim, bizim Təbrizin 2 dənə ticarət yolu vardı. Elə məşrutiyyəti də almışıq. Biri Təbriz-Trabzon yoludur, biri Təbriz-Tiflis yoludur. İndiki gözümüzlə görürük ki, gəlib dayanıb deyim, mən qoymayacağım, heç də sən buradan aparasan, gətirəsən, deyim, mühasirə edirəm. Xub, açında biz koridorlarımızı yutuzmuşuq. Bu bizim məktəb iqtisadımızdır ki, Təbrizdə vaqən kəlan şəkildə biz bunu hər yerdə görmüşük, tariximizdə görmüşük, ləms eləmişik və əsəratında ata-babalarımız da görüb. Bizdə indi təqribən onlardan qol irtizaq edir. Məşrutiyyət Azərbaycanın hala Kulli İranda deyək. Kulli İranda ustadım da buyurdular. Deyir, məşrutə naqis. Mən deyəm, yox, məşrutə kəmakan tədavümü var. Bir qisməti az məşrutə Pəhləvi dövründə sipər olub, Qacar dövründə sipər olub. Yəni bizim tariximizdə sirfən bir dənə məşrutə şahı desə, o da Əhməd Şahdır. Gedirlər, şikayət edirlər üstünə, deyir, ged məhkəməyə da mən. Deyir, sən şahsan, deyir, məşrutə şahıyam da mən. Ya 1919 qərardadını imzalamır bu adam. Deyir, ləxədə mənafi var, məclis var, mən də imzalasam məclis təyid eləməz. Bunlar hamısı bərəkatı məşrutədir. Söhbət içmək istəyəm, çox üstündə təkid eləyəm və bir dənə rəvani məsələdir. Bu ki, nə oldu, nə ittifaq düşdü bizim məşrutiyyətimizdə? Əmsali Mirzə Cavad Natiq, Şeyx Səlim Heyrisi, Hacı Mirza Hüseyn Avaiz, əncümənlər, Tehranda olanlar, Tehranda şəhid olanlar, Gilanda şəhid olanlar, İsfahanda, Azərbaycanda şəhid olanlar nə illətlər bahis oldu? Biz məşrutəni 250 cəhdə təhvil verdik bir dənə bir diktatoriyi ki, əslən bizim camiəmizdə yeri yoxudur bunun. Məsələn, mərdum qan vermişdi ki, həman o zillullahlıq mərtəbəsi düşsün. Biri tapıldı, gəldi, birdən dedi ki, mən ilə deyirəm, mən hökm eləyirəm. 6 bəndi o zadı var. O nə ittifaq düşdü burada? İndi mən istəyəm bundan bir dənə ilə həman bu Mirza Hüseyn Vaizə qeydəm. Nə mənəsinə? Baxın, Mirza Hüseyn Vaiz bir şəxsiyyətdir.
Allah Ustad Fərzanə bunu müfəssəl yazıblar. Bir dənə bir şəxsiyyətdir bu adam. Əgər bunun zindecanlığını biz əvvəldən ta ölümünəcən nəzərdə alsaq, görürük ki, elə təqribən oxşuyur elə ki, bizim camiəmizdə məsələn nəhadhay mədəni, məsələn təfəkkür, seyri təfəkkür acayip Mir Hüseyn Vaizin zindecanlığı odur. Bu adam bir zaman xətibdir. Ustad buyurdular, Mirabo deyək buna. Bunun bir qol deməli həncərəyi təlaisi var. Mərdumu minbərdə bir qol deməli o daş qazanı qeynədə bilir. Gəlir sonra Pəhləvi dövründə həman o dövrəyi ki, varisi məşrutiyyət olur. Gəlir burada bir ittifaqlar düşür. Buna deyirlər ki, Molla-i Mutəcəddidin. Var da, Mir Hüseyn Vaizin zindecanlığında var. Nə cür? Məsələn, o 1307-də o sərbazcılıq qəziyyəsində zətdə Mir Hüseyn neyini gəlir cəmaatı tocih eləyir. Mərdum müqavimət eləyirdilər sərbazcılığının müqabilində. Mir Hüseyn gəlir, moizə eləyir, məscidlərdə filanlarda deyir ki, bu məsələn bu cürdür. Gəlir and içir, Qurandan ayə gətirir ki, qudrət şəmşirinəndir, bir qolu hökumət şəmşirinəndir, şəmşir kimin əlində ola və o yolları kitab. Bu adam zindecanlığında gəlir bir mərhələ keçirdəndən sonra. Məsələn, Pəhləvi dövründə bizim də burada bir əksimiz var. Düz o ruhaniyondur ki, Pəhləvi əvvəllə yaxçı irtibatı var. Dəqiqən həman rəftarı ki, bizim çox roşən fikirlərimiz Qacariyyə hökumətindən sonra Pəhləvi ilə demək olar ki, bir növ məcburən saziş elədilər. Bunu biz Hacı Mir Hüseyn Vaizdə də görürük ki, bu ittifaq düşür. Sonra bu adam gəlir firqə dövründə bir qolu, məsələn, Seyyid Cəvər Pişəvəri tərəfindən ya onun biləxərə o dəstəyi təbliğatı o filan siyasında bu adama deyirlər, bu xəlq düşmənidir. Hala İrançılıq eləyir, hər nə mən eləyir. Biləxərə deyir mən, çünki biləxərə nəzür deyərlər, mahiyyəti o işlər fərqilidir. Mir Hüseyn burada mübarizdir, köçür Tehrana filan eləyir, Behman eləyir. Və cəlib təmin düşdüyü ki, Mir Hüseyn Vaizin zindecanlığında mənə görə, bu birdən çəkilir irfana tərəf. Yəni, bir baxışla, mən kamil deyirəm, bir baxışla irfan bir camiədə güclənər ki, o camiədə o çarə sərxurdəki olsun. Məsələn, bizim roşən fikirlərimizdən Seyyid Həsən Təğizadə o Klubu Mehregan Sütənqanlığında deyir ki, əvvəlin adam ki, Narincə ki, qərb girayını əlində münfəcir elədi, mən edim. Əvvəlin adam ki, Narincə ki, həmən o məruf sözcü deyir, əz fərqi sərtanı ki, pafərəncimi. 1338-də bir il ölməmişdən qabaq deyir, amma mən iştibah eləmişim. Mən iştibah eləyib o söz deymişəm. Biz əslən modernitəni qatdıq bir-birinə. Bizim nə işimiz vardı şah, məsələn, Məmməd Əli Şaha, niyə gələk o cür bənd olaydıq, məsələn, onun kaliskəsinə bomba teydıq, onun, məsələn, anasına gəlib o ləqəbləri verəydik. Bu Təbrizdə də çox yerinə salmışdı, Tehranda hakeza. Niyə gələk biz şahı özümüzdən narazı eləyəydik? Biz gələydik mərduma deyirdik ki, mərdum, siz bu il nə istəyəsiz, yaxçı yaşayasınız. Məsələn, gəlin Behdaşçızı müraciət edin, məsələn. Əllərinizi sabın mən görüm, məsələn. Bir-birinizə ehtiram qalır. Bu Seyyid Həsən Təğizadənin söhbətdir. Demirəm, Seyyid Həsən Təğizadə kullən peşman olub. Məsələn, elə Mir Hüseyn Vaiz də özü irfana getmək, kullən birdən hər zatdan çəkilmək dalıya və siyasətdən, vəzidən, minbərdən, hətta o adamlar ki, buna yaxın edilə gedirlər. Görsədir ki, dəqiqən ilə biz istəsək bir dənə bir roşən fikri, bazmanda əz dövrəyi məşrutəni gələk camiəmizdə, özümüzə yaxın camiədə görək. Məsələn, 1334-də ki, bu adam rehlət eləyir, buna baxaq, görək ki, çox cəlib bir ittifaqdır ki, həman dərdir ki, bizim roşən fikrimiz ona düçar olub, sərxordəci gətirib, yəsə düçar olub, bu məyus olub. Pəhləvi hökuməti, şayət Pəhləvi hökumətinin bəzi karkətləri bizim roşən fikirlərimizin məzaqına xoş gəlmədi və məcburdular qəbul edirlər. Cəlib də, məsələn, biz elə bu tarix məşrutiyyətini, tarix hökuməti Pəhləvdə, əvaxiri Qacarda görürük ki, Rizaxan, İş Üstə Gəlmanın 2 dənə böyük müxalifi var. Biri Məhəmməd Müsəddiqdir, biri Seyyid Həsən Təğizadədir. Deyilməcək qanun belə bizaqdır ki, sən günən yazasan, gün əvəz deyəsən. Silsil əvəz demək, bu rahatlıq ola bilməz ki. Diqqət buyuruz. Vəli sonra, məsələn, Seyyid Həsən Təğizadə gəlir, yola gəlir. Bu ittifaq mənim nəzərimə
Mirza Hüseyn Vaizin zindecanlığında çox gözəl vurur. Nə qədri bu adam vəqayi ruzgardan, bir qol deməli, o rəvənd ruzgardan nə qədər naimid olub. Axırda gəlir kuldan ifana, hər kim gedir yana deyir ki, danışma da, danışmayaq və bir qol deməli lal olaq. Bu bizim camiəmizin məşrutiyyətimizdən qalan adamların çoxunun sərneviştidir. Baxın, Mirza Hüseyn Vaiz, əmsalı Mirza Hüseyn Vaiz pərvəriş yaftı bir dənə məktəbi fikri ilə bina məşrutiyyət. Bizim məşrutiyyətimizdə heç vaxt libasa həssasiyyət göstərməyib. Bizim burada Hacı Mirzə Həsən ağa müştəhid də varımızdır. Ağa Mirzəli Siqətul İslam da var idi. Aşura günü mübarək çəkiblər. Burada Əli Misyosu da var idi. Və ayrı adamlar hamısı zəhmət çəkdilər. Nəticə oldu ki, bu